nidalar quruluşca sadə və mürəkkəb olur. Sadə nidalar, məsələn, elə sadə nidadır. Mürəkkəb nida, məsələn, xaxa. Görürsünüz? Xaxa. Bu mürəkkəb nidadır. Və yaxud da bəh-bəh mürəkkəb nidadır. Bu sadə və mürəkkəbdir. Keçək nidaların amonimliyi. Nidaların amonimliyindən nə deyim? Məsələn, ah. Ah amonimdir. Bir var, ah keçən günlər. Burada nidadır. Bir də deyirəm ki, ahın göylərə. Burada isim kimi işləndir. Sonra ox. Ox amonimdir. Bir var deyirəm ki, ox, ürəyim partlayır. Burada nidadır, həyəcanımı bildirdi axı. Bir də deyirəm ki, atılan ox geri qayıtmaz. Atılan ox nə? İsim kimidir. Sonra nə edim? Hey deyim, hey. Hey, bir var taqət mənasında deyirsən ki, heyim kəsildi. Taqət mənasında isim kimi. Bir də deyirəm ki, hey, igidə yaraşmaz arxadan vurmaq. Hey, çağırış nidasıdır. Orada nida kimi işləndi. Sonra uyu deyim, uy. Bir var deyirəm ki, uy, barmağım ağrıdı. Məsələn, nəsə bir şey olanda deyirsən, uy, əlim yandı. Uy, burada nidadır. Bir də deyirik ki, nəsə uymaq, hansısa bir sözə uymaq. Ya paltar mənə uyğundur. Uyğundur sözündə sözün kökü uymaq feilidir. Uymaq. Deməli, feil kimi işlənir. Sonra sizə hansını deyim? Vay deyim, vay. Vay bir var, yas mənasında. Vay düşdü, yas düşdü, yəni vay. Bir də deyirəm ki, vay, vay, gör neylədir? Burada sən nidadır. Ah, elə ah sözünü götürüm, ah. Bir var feil kimi, axmaq, nə etmək? Ah. Axmaq, sifət kimi axmaq demədim, ha. Dedim, yəni ki, suyun axmağı. Ah, nə et, ah. Bir də deyirəm ki, ah, keçən günlərimi qaytaraydılar. Burada nida kimi. Belə, yəni nida da belə, nidanı cümlədə tapmalıyıq daha çox. Çünki hiss həyəcan bildirdiyinə görə nidanı cümlədə testin içərisində tapmaq daha yaxşıdır.